Həkim səhvinə görə həyatdan köçən aktrisamızın kim olduğunu bilirsiniz. Bu kadrlardan mütləq tanıyacaqsınız. Niyə bizim klubumuz cəmaatın xoşuna gəlmir? Biz nə eləyə bilərik ağa bala? Heç utanırsınız. O, bir çox filmlərimizdə unudulmaz rollar yaradıb. Əvvəlcə opera teatrında, sonra musiqili komediya teatrında işləyib. 32 yaşı olanda Arşın Malavanda Cahan xala roluna çəkilib. Artıq çəkisinə görə ona bu rolu veriblərmiş. O olmasın, bu olsun filmində yengə roluna çəkilib. Bu filmin çəkilişləri zamanı qapı açılanda həqiqətən barmağı sınır. Buna baxmayaraq roluna davam edir. 51 yaşında filmə çəkilərkən ağrılar hiss edir. Həkimə müraciət edirlər və kör bağırsağından əməliyyat edilir. Ancaq həkim səhvə yol verir. Tikişi düzgün bağlanmır və aktrisanın böyrəyini zədələyir. Bu hadisədən sonra 1963-cü ilin 5 fevralında 51 yaşında vəfat edir. Münəvvər Kələntərlinin ruhu şad olsun. Bəs siz onun hansı rolunu xatırlayırsınız?